Qızlar, axşamınız xeyir olsun. İnşallah yaxşısınız. Demək, ciyərin bastırmasını göstərəcəm. Ciyəri nazik doğradım. Çox nazik eləmədim də. Belən içinə doğradım. Bir qoyun da əlimi yuyarım. Belə. Demək, qızlar, ciyəri belə doğrayandan sonra bura vururam, bismillah, süd. Bunu inanın ki, elə bir reseptdir ki, dəhşətdir. Sonra bura vururam sweet chili sosu. Vurdum belə. Sonra bura vururam. Oy, BBQ sos. Ay Allah, bu jıtqı nə dedim bizdə? Elə bir kömür yananda tüstü çıxır. Onun dımda, hədə odur da tüstü. Qaqaş onun dadını verir. Elə gözəl olur, qızlar. Vurdum bura mən, demək, biber, qara biber. Bir də vururam bura, bismillah, duz. Belə. Sonra bunu belə qəşəng, belə bastırma eləyirəm. Hardasa bir saat belənçinə bastırmada qalır, qızlar. Sonra bunu süzəcəm. Deyim, mama gəldi mahnıları ilə. Bu, ay Allah, BBQ sosun iyi, o qədər gözəl gəlir bu dəqiqədə. Super. Bu belə qalır, bastırmada qoyuram soyuducuya. Hardasa 40 dəqiqə, 1 saat kifayətdir. Yanında da aş düyü süzəcəm, ağ düyü qoymuşam qaynamağa. 1 saatdan sonra götürüb bunu süzəcəm aş süzəndən. Nə canına çəkib kifayətdir. Qızardacam. Qızardandan sonra nə edəcəm? Onu onda görəcəm. Demək, qızlar, 1 saat keçdi. İndi mən tavaya duru yağ əlavə elədim. Əslində kərə yağı ilə lap belə ləzzətli olar. Prosta mən qaqaşa verməyəcəm. Qızlar, duru yağ əlavə elədim tavaya. Kərə yağı ilə də müsibət olur. 1 saatdan sonra götürəm, bismillah, qoyuram. Belə. Amma ciyər tərpətmirəm də. Belə. Hayda, diyəcək indi bu. Qızlar, bir üzü qızarandan sonra çevirirəm o bir üzünə. Kərə yağından da götürürəm. Bismillah. Əlavə edirəm. Başqa bir dənə ləzzət dad qatacaq. Belə. Kərə yağı əlavə elədim. Qəşəng. Yağ ərisin. Biraz da yağla, kərə yağı ilə qızarsın. Qızlar, o bu üz qızardı. Pambıq kimi olandan sonra bu mənim nar turşumdur da. Sizdə nə var evdə ondan eləyə bilərsiniz. Belə bunu çəkirsiniz. Bu olur ciyər şapalağı. İnanın qızlar, o qədər dadlı olur. Pambıq kimi, yumuşaq, turş məzə. Elə bir kömürdə pişirdi. Çox ləzzətli olur. Yatıb üstünüzdür. Qızlar, belə qəşəng turşunu vururam. İstəyirsiniz bunu bu şəkildə götürün yiyin. İstəyirsiniz bu turşunu da bir dənə bu yüzə kərə yağında belə biraz yağını götürün. Mən məsləhət görürəm ki, biraz da belə eləyəsiniz. Belə bu yüz. 2 dəqiqə kol muxolda. Ondan sonra yeməyə hazır.